Sumqayıt şəhər Heydər Əliyev mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Esmira Günəşin müəllifi olduğu Döyüşdən Şəhadətə gedən yol 128 gün adlı kitabın təqdimat mərasimi təşkil olunub. Tədbirdə şəhid anaları, qazilər, məktəblilər, gənclər, eləcə də bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Müəllif kitab haqqında ətraflı məlumat verərək bildirib ki, nəşr şəhid Tacəddin İsmailzadənin əziz xatirəsinə həsr olunub. Şəhidin anası Aygün İsmailzadənin təşəbbüsü ilə kitabda bir neçə şəhidimizin həyat yolu və qəhrəmanlığı da yer alıb. Ədəbiyyatın müxtəlif janrlarında qələmə alınmış nəsr və nəzm əsərlərinin toplandığı kitab Azərbaycan oğlunun döyüş meydanında göstərdiyi misilsiz şücaəti, vətənə sədaqətini və şəhidlik zirvəsinə ucalan 128 günlük qəhrəmanlıq yolunu əks etdirir. Çıxış edənlər qeyd ediblər ki, bu kimi nəşrlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına xidmət edir. Tədbir çərçivəsində məktəblilər və gənclər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Şəhidlərimizin qəhrəmanlığına həsr olunmuş çıxışlar təqdim edilib. Sonda iştirakçılar kitabla yaxından tanış olub. Müəlliflə xatirə şəkilləri çəkdiriblər. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.